3 yumurta, 1 çimdik duz, 90 qram şeker. Mikserlə ağarana qədər qarışdırırıq. 120 ml süt, 120 ml bitki yağı. Qarışdırırıq. 1 paket kabartma tozu, 20 qram kakao, 200 qram un əlavə edib qarışdırırıq. Ərzaqların dəqiq miqdarını postun altında qeyd edəcəm. Soba tavasına əlavə edirik. Əvvəlcədən isitdiyimiz 180 dərəcəli sobada 15-20 dəqiqə bişiririk. Bişib soyduqdan sonra peçeni kəsənlə kəsirik. Hamısını kəsib qurtardıqdan sonra kənarlardan qalanları umac edirik. Südlə isladırıq. Krem əlavə edirik. Krem 300 qram qaymaq, 200 xörək qaşığı qatlaşdırılmış süd. İçinə meyvə cemi əlavə edirik. Hər hansı meyvə cemindən istifadə edə bilərsiniz. Yarısını kakoslu edirik. Yarısını da əvvəlcədən hazırladığımız umaca batırırıq. Dadlı reseptlər üçün izləmədə qalın. Hazırlayacaq olanlara əvvəlcədən nuş olsun. İzlədiyiniz üçün təşəkkürlər.